Pulos Həvarinin Timotausa yazdığı birinci məktub. Müqəddimə. Timotaus Efesos kilisasının cavan başçısı idi. O, Pulosun vasitəsilə İsa'ya iman gətirmişdi və İncilin xoş xəbərini yaymaq səfərlərində Pulosa qoşulmuşdu. Pulos onu öz oğlu kimi sevirdi və böyük bir xatircəmliklə Efesos kilisasının ağır məsuliyyətini onun çiyninə qoymuşdu. Pulos bu məktubda ruhani rəhbərin necə olduğunu Timotausa xatırladır və ondan istəyir ki, İncilin həqiqətini bərk tutub hifz etsin və onu hər cür təhrif və dəyişiklikdən qorusun. Fəsil 1. Qurtarıcımız Tanrının və ümidimiz Məsih İsa'nın əmrinə görə, Məsih İsa'nın həvarisi Pulosdan, imanda həqiqi oğlum Timotausa, Ata Tanrı və Rəbbimiz Məsih İsa'dan feyz, rəhmət və barış olsun. Məqduniyyəyə getdiyim vaxt səndən xahiş etdim ki, Efesosda qalasan və bəzilərə nəsihət verəsən ki, özgə təlimlər öyrətməsinlər. Əfsanələr və saysız hesabsız nəsilnamələrə də qulaq asmasınlar ki, Tanrının bina etməsinin tərəqqisinə ki, imandandır, səbəb olmurlar. Onlar ancaq mübahisələrə səbəb olurlar. Amma bizim hökmümüzün amacı o məhəbbətdir ki, pak ürəkdən, yaxşı vicdandan və riyasız imandan gəlir. Çünki bəzi adamlar bunlardan azıb səmərəsiz mübahisələrə üz gətiriblər və istəyirlər ki, şəriət müəllimi olsunlar. Halbuki nə dediklərini anlayırlar, nə də yəqinliklə iddia etdiklərini. Lakin biz bilirik ki, şəriət yaxşıdır, əgər kimsə onu şəriətə münasib bir şəkildə istifadə etsə. Bunu da bilsə ki, şəriət salih bir adam üçün qoyulmayıb. Şəriətsizlər, asilər, dinsizlər, günahkarlar, müqəddəs olmayanlar, nəcislər, ata və ya analarını öldürənlər, qatillər, zinakarlar, həmcinsbazlar, adam oğullayanlar, yalan danışanlar, andı pozanlar və səhih təlimin ziddinə olan özgə hər şey üçün qoyulub. O təlim ki, mütəbarək Tanrının şövkətli İncilinə görə mənə tapşırılıb. Rəbbimiz Məsih İsa'ya şükür edirəm ki, mənə qüvvət verib. Çünki məni əmin bilib xidmətə təyin etdi. Gərçi əvvəllər küfr danışan, əzab verən və zülm edənin biriydim, amma yenə də mənə rəhmət göstərdi bu səbəbdən ki, imansızlıqda, anlamazlıqdan bunları etdim. Və Məsih İsa'da olan iman və məhəbbətlə Rəbbimin feyzi həddən daha da çox idi. Bu söz etimada və hər vəzlə qəbul olunmağa layiqdir ki, Məsih İsa günahları qurtarmaq üçün dünyaya gəldi ki, onların arasında lap yamanı mənəm. Lakin mən məhz bu səbəbə rəhmət tapdım ki, İsa Məsih öz kamil səbrini ilk olaraq məndə zahir etsin. Elə ki, əbədi həyat üçün sonra da ona inananlara nümunə olun. İndi əbədi padişah, qeyri-fani, görünməyən, vahid olan Tanrıya əbəddən əbədəcək hörmət və şövkət olsun. Amin. Övladım Timotausa, bunları sənin haqqında əvvəlcə deyilən nəbilik sözlərinə görə sənə tapşırıram ki, onların vasitəsilə yaxşı bir mübarizə qabağa aparasan və iman və yaxşı vicdanı hifz edəsən ki, bəziləri rədd edib imanları haqda sınıq gəmi kimi batıblar. Bunların arasında Himnayus və İskəndərdir. Onları şeytana təslim etdim ki, küfr deməməyi öyrənsinlər. Fəsil 2. Beləcə, hər şeydən əvvəl təşviq edirəm ki, bütün insanlar üçün niyazlar, dualar, şəfaətlər və şükürlər olunsun. Padişahlar və bütün iqtidar sahibləri üçün elə ki, biz bütün dindarlıq və vüqarla aram və asudə bir ömür keçirdək.
Bu qurtarıcımız Tanrının nəzərində yaxşı və məqbuldur ki, istəyir bütün insanlar nicat tapsınlar və həqiqətin mərifətinə yetişsinlər. Doğrudan da ki, bir Tanrı var və Tanrı ilə insanlar arasında da bir vasitəçi var. Yəni, insan olan Məsih İsa ki, özünü hamı üçün fidyə verdi. Səhih zamanda verilmiş bir şəhadət. Və mən bunun üçün bir vaiz və həvari, həqiqəti deyirəm, yalan danışmıram, iman və həqiqətdə qeyri-yəhudilərə bir müəllim təyin olunmuşam. Buna görə istəyirəm ki, kişilər hər yerdə müqəddəs əllər qaldırıb, qəzəbsiz və mübahisəsiz dua etsinlər. Eləcə də arvadlar səhih paltara geyinib, özlərini hörülmüş saçlar və qızıl ya da mirvari və baha paltarla yox, həya və ədəblə bəzəsinlər. Daha çox yaxşı əməllərin vasitəsilə, necə ki, dindarlıq iddiasını edən arvadlara yaraşır. Qoy arvad səssizcə, kamil bir tabeillik içində təlim alsın. Arvada icazə vermirəm ki, təlim versin və ya kişinin üstünə iqtidar sürsün. Amma səssiz qalsın. Çünki əvvəl Adəm yarandı və sonrası Həvva. Aldanan da Adəm deyildi, arvad adlandı və xataya batdı. Amma uşaq doğması ilə nicat tapacaq. Əgər iman və məhəbbət və təqdisdə vüqarla davam verələr. Fəsil 3. Bu kəlam etimada layiqdir ki, əgər kimsə nazirlik mənsəbini istəyir, yaxşı bir iş arzu edir. Onda gərək nazir qüsursuz, bir arvadın əri, təmkinli, ağıllı, möhtərəm, qonaqsevən və təlim verməyə qabil bir adam olsun. Meypərəs ya da davakar yox, mülayim, dava etməyən və pul sevgisindən azad biri olsun. Gərək öz ailəsini yaxşı idarə etsin. Uşaqlarını bütün sədaqətlə öz itaətində saxlasın. Lakin əgər biri bilmir ki, öz ailəsini necə idarə etsin, Tanrının kilisasının qeydinə necə qalacaq? Təzə iman gətirmiş biri də olmasın ki, məbada kibirlənib iblisin məhkumiyyətinə düşsün. Bu adama gərəkdir ki, xaricilər yanında da yaxşı bir adı olsun. Elə ki, məzəmmətə və iblisin toruna düşməsin. Eləcə də şəmmaslar gərək sədaqət sahibi olsunlar, içidilli, meypərəst və ya haqsız qazanca həris olmasınlar. Amma iman sirrini təmiz vicdanla saxlasınlar. Qoyun bunlar qabaqcadan imtihan olunsunlar və əgər qüsurları olmazsa, onda şəmmasçılıq etsinlər. Eləcə də arvadlar sədaqət sahibi olsunlar. Yava-yava qeybətidən yox, mülayim və hər şeydə əmin olsunlar. Şəmmaslar bir arvada ər olsunlar, uşaqlarını və öz ev əhlini yaxşı idarə etsinlər. Çünki şəmmas mənsəbində yaxşı xidmət edənlər özləri üçün yaxşı bir mərtəbə və Məsih İsa'da olan imanda böyük bir yəqinlik qazanırlar. Bu şeyləri sənə, bu ümidlə yazıram ki, yaxınlıqda sənin yanına gəlim. Lakin əgər yubansam, biləsən ki, Tanrının ailəsində şəxs necə rəftar etməlidir? Yəni, diri Tanrının kilisasında ki, həqiqətin sütun və dirəyidir. Və hamının iqrarı ilə dindarlığın sirri böyükdür. O Tanrı ki, cismdə zahir oldu, müqəddəs ruh tərəfindən təsdiq olundu, mələklərə göründü, millətlər arasında elan olundu, dünyada ona iman gətirildi, şövkətdə yuxarı qaldırır. Fəsil 4. Amma müqəddəs ruh aydın bir şəkildə deyir ki, axır zamanlarda bəzilər aldatan ruhlara, şərirlərin təlimlərinə çəkilib imandan düşəcəklər.
Yalançıların riyakarlığı vasitəsilə ki, vicdanlarında dəmir dağla dağlanmış kimi dağlanıblar. Bu adamlar evlənməyi qadağan edib, yeməklərdən pərhiz etməyə əmr edirlər. Halbuki Tanrı bu yeməkləri yaradıb ki, inananlar və həqiqəti bilənlər şükürlə onları qəbul etsinlər. Çünki Tanrının yaratdığı hər şey yaxşıdır və əgər şükürlə qəbul olunsa, heç birisi rədd olunmalı deyil. Çünki Tanrının kəlamı və dua ilə təqdis olunur. Bu şeyləri qardaşlara xatırlamaqla Məsih İsa'nın yaxşı bir qulu olarsan və imanın kəlamı ilə riayət etdiyin səhih təlimdə böyüyərsən. Qarı arvadlara yaraşan dünyəvi əfsanələrdən özünü uzaq saxla. Özünə dindarlıq üçün məşq ver. Çünki bədəni məşqin ancaq biraz faydası var, lakin dindarlıq hər şey üçün faydalıdır. Çünki onda indiki və gələcək həyatın vədəsi var. Bu kəlam etimad etməli və kamil qəbul olunmağa layiqdir. Çünki biz bunun üçündür ki, zəhmət çəkib təhqirə dözürük. Biz ümidimizi diri Tanrıya bağlamışıq ki, bütün insanların qurtarıcısıdır, xüsusən də imanlıların. Bu şeyləri tapşır və öyrət. Qoyma heç kim sənin cavanlığına həqarətlə baxsın. Lakin sözdə, rəftarda, məhəbbətdə, imanda və paçlıqda özünü imanlılardan bir nümunə et. Məncələrə kimi müqəddəs yazıların oxunmasına, təşviq və təlimə havasın olsun. Səndə olan ruhani ətaya ki, nəbilik sözü və ağsaqqalların əl qoymaqları ilə sənə verilib, laqeyd olma. Bu şeylərdə zəhmət çək, onlarda məşğul ol, elə ki, sənin tərəqqin hamıya aşkar olsun. Özünə və verdiyin təlimə çox diqqət et, bu şeylərdə davam ver. Çünki bunu etməklə həm özünü, həm də sənə qulaq asanları qurtararsan. Fəsil 5. Qoca kişini şiddətlə tobix etmə, lakin onu ataya edən kimi təşviq et, cavanlara, qardaşlara edən kimi, qoca arvadlara, analara edən kimi, cavan arvadlara, bacılara edən kimi, bütün paçlıqda. Dul arvadlara, əgər həqiqətən dul olsalar, ehtiram et. Amma əgər bir dul arvadın övladları ya da nəvələri varsa, onlar gərək hər şeydən əvvəl öyrənsinlər ki, öz qohumlarına ürək yandıralar və ata-analarına kömək edərlər. Çünki Tanrının nəzərində bu məqbuldur. Doğrudan dul arvad olan və yalquz buraxılan, ümidini Tanrıya bağlayıb, gecə-gündüz niyazlar və dualara məşğuldur. Lakin əyyaşlıqda keçinən arvad, diri ikən ölüdür. Bu şeyləri də onlara təlim ver, elə ki, məzəmmət altında qalmasınlar. Amma özününkülər üçün, xüsusən də öz ev əhli üçün tədarük görməyən adam imanı rədd edib və imansız birindən daha da pisdir. Dul arvad ancaq o zaman siyahıya alınsın, əgər yaşı 60-dan əskik deyil, bir kişiyə arvadmış və yaxşı işlərdə ad açıb. Əgər övladlar böyüdüb, əgər qərib nəvazlıq edib, əgər müqəddəslərin ayaqlarını yuyub, əgər zillət çəkənlərə kömək edib, əgər özünü hər yaxşı işə vəqf edibdir. Lakin cavan dulları imtina et. Çünki Məsihlə cür gəlməyən hava həvəslərə düşdükdə ərə getmək istəyirlər və məhkumiyyət altına girirlər, çünki əvvəlki imanlarını bir yana atıblar. Həmən halda evləri dolana-dolana bekarlığı da öyrənirlər. Ancaq bekarlığı yox, qeybət etməyi, hər şeyə burunlarını soxmağı və narava danışmağı. Buna görə istəyirəm, cavan dullar ərə getsinlər, övlad doğsunlar, ev dolandırsınlar və düşmənə məzəmmət üçün fürsət verməsinlər.
Çünki elə indi də bəziləri dönüblər ki, şeytanın dalınca getsinlər. Əgər imanlı bir arvadın dul olan yaxınları varsa, o gərək ona kömək etsin və kilisaya yük qoyulmasın. Elə ki, kilisa doğrudan dul olanlara kömək edə bilsin. Yaxşı pişvalıq edən ağsaqqallar iki qat ehtirama layiqdirlər. Xüsusən onlar ki, vəz etmək və təlim verməkdə çox zəhmət çəkirlər. Çünki müqəddəs yazı deyir, xərmən döyən öküzün ağzını bağlama və fəhlə müzdünə müstəhəqdir. Ağsaqqalın ziddinə bir böhtanı qəbul etmə. Məgər 2 və ya 3 şahid şəhadət versinlər. Günahda davam verənləri hamının qabağında tövbih et, elə ki, o birilər də dəhşət etsinlər. Səni Tanrı və Məsih İsa və seçilmiş mələklərin hüzurunda and verirəm ki, bu üsulları gərəzsiz saxlayasan və tərəfdarlıq üzündən heç bir şey etməyəsən. Heç kəsin üstünə çox əcələ ilə əl qoyma və beləcə özgələrin günahında şərik olma. Özünü tahir saxla. Daha ancaq su içmə. Lakin medən və tez-tez zəiflədiyin üçün biraz şərab da iç. Bəzi adamların günahları çox aydındır və onların qabaqlarında mühakiməyə tərəf gedir. Özgələrinki onların dalınca gəlir. Eləcə də yaxşı əməllər bəllidir və bəlli olmayanları gizlətmək olmaz. Fəsil 6. Qoy qulluq altında olan bütün qullar öz ağalarını hər cür hörmətə layiq bilsinlər. Elə ki, Tanrının adına və təlimin ziddinə küfr deyilməsin. Onlarla ki, imanlı ağalar var, onlara gərək hörmətsizlik etməsinlər. Çünki onlar qardaşdırırlar. Amma gərək onlara daha da çox qulluq etsinlər. Çünki faydaya şərik olanlar imanlı və sevgilidirlər. Bu şeyləri təlim verib vəz et. Əgər kimsə özgə bir təlim versə və Rəbbimiz İsa Məsihin səhih sözləri ilə və dindarlığa döndərən təlimlə müvafiq olmasa, o kibirlənib və heç bir şey anlamır. Lakin dava salan suallara və sözlər barəsində olan mübahisələrə çox əlaqələri var ki, onlardan həsəd, dava, söyüş və pis gümanlar qalır. Və fikirləri fasid olan və həqiqətdən məhrum olan adamların arasında ki, dindarlığı qazanc üçün bir vəsilə bilirlər, daim çəkişmə qaldırırlar. Əlbəttə ki, dindarlıq böyük bir qazanc üçün vəsilədir, əgər qənaətlə həmrah olsa. Çünki bu dünyaya heç bir şey gətirmədik, onun üçün də ondan heç bir şey götürə bilmərik. Əgər yiyəcəyimiz və örtünəcəyimiz varsa, bunlarla qənaət edirik. Amma varlı olmaq istəyənlər vəsvəsəyə, tora, axmaqlıq və ziyan yetirən çox hava həvəslərə düşürlər ki, insanları təbah və həlakətdə qərq edir. Çünki pul sevgisi hər cür şərrin köküdür və onun arzusunda olan bəzilər imandan azıblar və özləri özlərinə çox acı çəkdiriblər. Sən ey tarı adam, bunlardan qaç və salihlik, dindarlıq, iman, məhəbbət, səbr və helm dalınca ol. İmanın yaxşı savaşını savaş və əbədi həyatı tut ki, onun üçün dəvət olundun və çox şahidlərin hüzurunda yaxşı etiraf etdin. Hər şeyə həyat verən Tanrının hüzurunda və o Məsih İsa'nın hüzurunda ki, Pontius Pilatın qabağında yaxşı etirafla şəhadət verdi, sənə əmr edirəm ki, Rəbbimiz İsa Məsihin zuhuruna kimi əhkamı ləkəsiz və məzəmmətsiz saxlayasan. Ki, onu öz vaxtında yerinə yetirəcək o ki, mütəbarək və tək bir sultandır, padişahların padişahı və Rəblərin Rəbbi. Ki, ölümsüzlüyə məhz o malikdir və yaxınlaşa bilməməli nurda sakindir ki, onu nə bir adam görüb, nə də görə bilər. Ona əbədi hörmət və qüdrət olsun. Amin.
bu hazır dünyada varlı olanlara nəsihət ver ki, kibirlənməsinlər, ya da əldən gedən var dövlətə ümid bağlamasınlar. Ümidlərini tarıya bağlasınlar ki, bəhrə almaq üçün hər şeyi bizə bolluqca əta edir. Nəsihət ver ki, yaxşılıq etsinlər, yaxşı işlərdə varlı olsunlar, səxavətli olub paylaşmağa hazır olsunlar və özləri üçün gələcəyə yaxşı xəzinənin bünövrəsini qursunlar, elə ki, həqiqi həyata malik olsunlar. Ey Timtaus, sənə əmanət veriləni hifz et. Dünyəvi və batil danışmaqlardan və zidduran mübahisələrdən ki, yalandan ona mərifət deyirlər, özünü uzaq saxla ki, bəziləri onu etiraf edib beləcə imandan azdılar. Feyz səninlə olsun.